20 il arzumdur. Aha. 20 ildir də onu alındıra bilmirik. Böyüməyini qarşılamışam. Bir kəmə hər iki tərəfə deyəndə ki, oturma maşınınızda gedin. Misal üçün, Gəncədə o istilik var. O istilik mənə yansıyıb, oturub ruhuma, sübüyümə, cismimə. Ümumiyyətlə, Gəncədə yaradıcı insan olması o qədər şərait var. Yetər ki, sən bunu arzular istə. İşte də o mənim yanlışım deyil ki. Ya onları yanlış sunulur, Bəli. ya da onlar Təqdimatı yanlış oldu. ya da onlar elə yanlış başa düşmək istəyir. Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bu gün Açıq Söhbətin ilk buraxılışında həm söhbətimiz Azərbaycan tanınmış simvollarından biri, sevilən aktyor, prodüser Elmətdin Cəfərovdur. Salam Elmətdin bəy, hər vaxtınız xeyir olsun. Salam, xoş gördük, hər vaxtınız xeyir olsun. Dəvətimizi qəbul edib gəldiyinizə görə çox sağ olun. Səbəb, borcumdur, xoşdur. Çox sağ olun. Aktyor olmaq fikri sizdə necə yarandı? Bu fikir sizdə qərar idi, yoxsa təsadüf? Ümumiyyətlə, uşaqlıqdan 2-3 istəyim var idi. Bir, din təhsil almaq istəyirdim. İki, tarixə çox sevgim var idi. Tarix fənninə, tarix elminə. Və bir də aktyorluğa çox böyük sevgim var idi, istəyim var idi. Zamanla Allah hər üçün nəsib elədi. Yeni təhsil var. 9 il təhsil aldım. Paraleldə tarix bitirdim, universiteti tarixdən təhsil aldım. Və sonra aktyorluğa necə başlamış sualında cavab verə bilərəm, ya da indi elə cavab verim. Bəli. Sonra 1994-95-ci ildən Kevinə marağım yarandı. Kevin'də yarışlarında Gəncədə, Gəncə çempionatında çempion olduq. Sonra gəldik, Azərbaycan çempion olduq və 2001-ci ildə Azərbaycanda gənclər arasında ilin aktyoru seçildim və ondan sonra tamamilə bu yönə yönləndim. Mən maraqlıdır ki, bəs ailəniz buna necə münasibət göstərdi? Siz evdə deyəndə ki, bəs mən aktyor olmaq istəyirəm, valideynlərinizin buna fikri necə oldu, münasibəti necə oldu? Tam səminim, biraz onda bir çətin vaxtlar idi, maddisel olaraq. Ümumiyyətlə, həm vaxt təzə müstəqillik qazanmışdıq. Bu qədər inkişaf eləməmişdi ölkəmiz. Və Gəncədə də bir maddi sıxıntılar var idi. Bizim ailədə də həmçinin. Mənim Bakıda oxumaq kimi biraz şansım yox idi. Nə məndə həm burada kirayədə qal, həm buranın. Ona görə İnsan Universitetinə qəbul olmaq, heç müraciət belə eləmədim. Çünki reallığım var idi, evdəki reallığı bilirdim. Özləri razıydılar, amma onlar mənə deməzdilər ki, misal üçün, istəmirik oğul. Çünki valideyndə baxışdan başa düşürdüm ki, biz hansı maddi durumdayıq. Və mən onsuz da tarixi də sevirdim. Tarixdən qəbul oldum Gəncə Dövlət Universitetinin Tarix Filologiya Fakültəsi. İxtisas da düzdür, filologiya, amma fakültəmiz tarix, daha çox tarixə meyilli idim zaten. Amma mənə azadlıq vermişdilər, mənə güvənirdilər. Əslində onların güvənci sonraki həyatımda çox mənə dəstək oldu. Çünki valideyn sənə pul da verə bilər, şərait də qura bilər. Ən vacib olan sənə güvənməkdir. Bəlkə də böyük pullar vermədilər, bəlkə də böyük, amma o qədər güvənc verdilər və mənə azadlıq və mənə inanaraq azadlıq verməkləri. Siz də onların etimadına çalışdınız, doğruldunuz. Və hətta bu gün də belə çalışıram. Doğrultucu, belə deyək. İnşallah doğrultmasız çalışıram. Gəncədən çıxan bir aktyor olaraq, bir sənət nümayəndəsi olaraq, Gəncənin Azərbaycan mədəniyyətinə verdiyi payı necə görürsünüz və ya nədə görürsünüz? Mən hətta ilk öncə özümdən deyim, birincisi Gəncənin çox böyük mədəniyyət tarixi var. Mən universitetdə oxuya-oxuya psixologiya kurslarına gedirdim. 2001-2002-ci illərdə, hətta 2000-ci illərdə Allah razı olsun İsmail müəllimə o yönləndirmişdi. Orada mədəni maarif var idi. Orada tədbirlərdə tez-tez iştirak edirdim. Dram teatrda qısa müddətdə işlədim, çalışdım. Sonra qəzetdə İcra Hakimiyyətinin binasındaydı o vaxtı. Qəzetin redaksiyası orada. Ümumiyyətlə, Gəncədə yaradıcı insan olması o qədər şərait var. Yetər ki, sən bunu arzular istə. Çünki çox, yəni... Yetişmək üçün... Çox mümbit şərait var. Mən istəmirəm, sadalayam. Aydın məsələn, insanlardan tutmuş, sadalayacağımız çox böyük dahilər var.
Amma Gəncə bunun üçün ən gözəl, bəlkə də bir nömrəli yerdir Azərbaycanda. İlk dəfə kamera qarşısında oynadığınız obraz xatırlayırsınız? Yəni Böyük kamera qarşısında ilk dəfə 98-ci ildə Heydər Əliyev sarayında çıxışım oldu və ASTV vermişdi. O biraz çox həyəcan verdi mənə, hamı baxırdı və həmin gün obrazın adı yazılır? Yox. Və yaxud hansısa tamaşa? Ümumiyyətlə bir 10 dəqiqəlik çıxışım vardı. Və onda yalnız ASTV-ni göstərdirdi. Bütün ölkədə başqa kanal elə də yox idi. Varisədə kəndisi göstərmirdi. Mən sabahsı gün, bəlkə efirə gedən sabahsı günü universitetə gedəndə olma heyrətlə baxırdı. Bir o, bir də həyatımda unutmadığım hadisələrdən biri, məndən ilk dəfə Xalq qəzeti müsahibə aldı, yarım səhifə, şəkillərim falan, o qədər həyəcanlı idim. Həmin axşam ki, sabah müsahibə verəcəm və sonra müsahibədən bir həftə sonra səhv eləmirəmsə qəzet çapılmış kioska qəzet alırdım evdəkilərə, tələbə yoldaşlarıma və yaxud universitetdə müəllimlərə aparırdım. Tanınanda ətrafınız necə reaksiya verdi? Yəni yavaş-yavaş mərhələlərdə. Ölkə səviyyəsində tanınmaqdan əvvəl zaten Gəncədə filarmoniyada konsertlərim olurdu da, Kevin konsertləri. Ölkə səviyyəsində. Həm yavaş-yavaş tanındım, həm də təsəvvür layihəsində bir anın içində. Hələ mən də o sual vermək istəyirdim sizə. Hansı layihədən sonra artıq olaraq? Təsəvvür layihəsi, Allah razı olsun, layihənin rəhbəri Həsən Əliyev, o da Gəncədəndir. Çox gözəl layihə idi. O layihədə hətta birinci efirdən sonra artıq çox adam tanıyırdı. O qədər böyük baxıcı kütləsi vardı. Mən bilmirəm, tamaşaçılar başa düşəcək ya yox. 38,5 reyting verirdi. Yəni ağla sığılmaz bir reytingdir. Çox gözəl nəticə. Yəni indi standart reytingi maksimum 12 kimi olduğu nəzər alsaq, efirlərdə gedən 38,5, yəni 4 dəfə artıq. Azərbaycanda ən baxılan nəticə ondan 4 dəfə artıq reyting verdi. 50-nin 38-ini verdi də. Zaten maksimum 50 idi. 38,5 verdi. Qalanı 11,5-ı da bütün ölkədəki televiziyaların bütün proyektləri üst-üstə gələndə o qədər verirdi. 11,5. Biz tək ağla sığılmaz rəqəm idi və çox-çox həm tanındıq, həm də inkişaf eləməyimizdə çox böyük rol oldu proyekt. Bu günə qədər yaxşı ki, bu yolu seçmişəm dediyiniz an olub? Yəni aktyorluq. Olub, bir neçə dəfə olub. Misal üçün, xaricdə olanda xaricilər idi, bir də Ukraynalı idi. Baxırdılar, gülürdülər, gəldilər şəhid çəkdirmək. Mən elə bildim Azərbaycanlı. Sonra baxdım yox, bunlar heç bizim dili bilmir. Ukraynalı Rusla danışdım ki, bəs sən mən necə tanışsan və yaxud onlar? Dedilər, sən nə danışdığını bilmirik, videolarını görmüşük internetdən falan. Nə danışdığını başa düşmürük, amma çox şirin gəlir və səni çox istəyir və videolarına baxır və bizə xoş oldu səninlə şəhid çəkdirmək falan bilməm. Və Azərbaycanlı olduğumu bilirdilər və onlar bir sayğı ilə yanaşmaqları xoşuma gəldi. Məqam olubdu ki, bir anlaşılmamazlıq olub, insanlarda mən maşına gedən dayanmışam, düşmüşəm. O anlaşılmamazlığı, böyüməyini qarşılamışam. Bir kəmə hər iki tərəfə deyəndə ki, oturun maşınıza gedin, burada böyütməli bir şey yoxdur. İkisi də başsa deyib, işi böyütməkdilər, qanqarası aparmışlar. Onda hörmətlə yanaşıblar, onda sevmişəm ki, nə yaxşı aktör olmuşam, özüm adıma yox. Ona biləcək hansısa problemin qarşısını almağa görə. Xarici səfərlərinizdə ən maraqlı hadisə nədir ki, yəni onu bütün çıxışlarınızda danışırsınız, yəni çıxışlarınızda suallar veriləndə bu barədə danışırsınız, yəni baxıb gülürsünüz öz dostlarınız arasında, yəni ki, bu həmin anı yada salanda gülürsünüz, maraqlı gəlir, yəni. O, belə deyim, bir ara çox qrafik mağara işləyirdim. Bacanlar serialı. Eyni anda 4 serialın rəhbəri idim, layihə rəhbəri idim. Özüm də çəkilirdim. Bacanlarda başrolda 4 tane serialın hər dəfə iclası, titkası, senarinin oxunuşu, ideyanın təsdiqi. Bütün gün işləyirdim və yerdə qalan 2 günüm qalırdı. O 2 gündə filmə çəkilirdim. O qədər ağır qrafikanı işləyirdim və hətta bir ara özüm 2 serial çəkilirdim. Həm Qaynana serialında, Tofiq obrazında, Bacanlarda Talih obrazında.
bütün günü elə ağır rejimdə işləyirdim, həftələrlə, aylarla. İstirahətim də yox idi, amma nə məndə istirahətim? Gənc idim, 27 yaşım var, amma oynadığım obrazın 35-40 yaşı var. O 35-40 yaşayıram. Özümə asıl olmayaraq şəhərə çıxanda da özümü 40 yaşındakı adam kimi aparıram. Həm də o insanların sevgisi hamı yaxınlaşır idi. Bir azadlığım yox idi. Getdik İstanbula istirahətə. İndi mən gedirəm onlar nəsə mərkəzindən İstanbul adı yadımdan çıxdı. Gecədir, saat 1-dir. Dostlarımla gedirəm. Bir rahat, əylənirəm, filan verməm. Belə baxdım, səskər, bu Azəri ünlü deyil. Azəri ünlü nə də, bu tanıyırlar. Bir də onda bir hadisə oldu. Biz getdik Ayasofya'ya, o vaxt orada muzeydi. Getib bağlıdır. Saat 6-da, 7-də bağlanırdı. Biz satmışdıq 8-in yarısı. Dedilər ki, bağlıdır, yəni dövlətin qanunu var, falan var, sabah gələrsiniz. Tamam, birdən oranın rəisi gəldi, biz izah eləməyə ki, Azərbaycan sizə sevginiz var, amma qanun var da, burada bu saatda sonra. Birdən məni tanıdı. Arşonzada apardım onda da. Dedi, özür dilərim, mən zəng eləsəm babamla konuşa bilirsiniz. Dedi, mənim babam sənin dəyişə çox istəyir, baxır, falan deyir. Bunlar Ərzurumdandır, Azərbaycan kanalına baxa bilir. Həm də onlar kök olaraq Ərzurumdan. Bəli. Zəng elədik, tanışdım, elədim. Dedi ki, özəl qonağımsınız. Qonaq elədilər sizi. Qapını tüyamını açdı, dedi ki, özəl qonağım kimi, turist kimi yox. Çünki turist kimi saat 7-dən sonra iki qazandı. Mənim özəl qonağımsınız, otağımda bir çay içərmişsiniz, saldı bütün Ayasofyanı gəzdirdi. Sonra bizə çoxlu hədiyyələr verdi, tarixi broşuralar və s. hədiyyələr verdi. Otağında bir çay içdik, şəhizat çəkdirdik. Onda çox dostlarımız oldu, hamı qəribə. Hətta Türk də vardı yanımızda ki, o deyildi ki, valla mümkün deyil. Çıxan dedi, abi, sən nasıl? Elə şeylər olub. Yaxşı tərəflər də var, belə yorucu tərəflər də olur. Adam olur, sənə sevgindən, sənin gülündə 10 manatlıq bir şey sənə maya dəyərini 7 manat vermək istəyir. Adam da olursan, tanımışsan, 20 manat istəyir, 10 manatlıq şey sənə satsın. Yəni, hər iki tərəf var. Özünüz haqqında ən yanlış qəbul edilən fikir nədir sizə? Yəni, elə bir halına rastlaşmısınız? Belə bilmirəm, çox elə özümə takıntılı insan deyiləm ki, kimsə məni yanlış anladı, kimsə məni doğru anladı. Amma olub ki, misal üçün mən fikir bildirmişəm, 1 saatlıq verilişdə götürüb onun 30 saniyəsini paylaşıbdılar. Hamı 30 saniyə fokuslanır, biz ailəmirəm, siz 1 saatlıq verilişə bir baxın, gör mövzu nədən gedir. Bir dənə 30 saniyə belə deyirsin. Nəyəsə yox demişəmsə, o mövzunun içindəki yoxdur. Bu 3 dənə yoxu dalmadan qoyub, ardarda qoyub. Amma işte də o mənim yanlışım deyil ki. Ya onları yanlış sunulub, ya da onlar təqdimat yanlış olub da belə. Ya da onlar elə yanlış başa düşmək istəyibdilər. Gəncənin sizə qazandırdığı ən böyük xüsusiyyət nədir? Belə Gəncədə ümumiyyətlə deyim də, yəni tam səmimi deyim, yanlış anlaşılma olmasın. Bizdə çox böyük istilik var. Yəni bizdə istilik yoxdur, Gəncədə çox böyük istilik var. Misal üçün biz bəzən gecələr darvaza deyirik də, çöl qapı, onu bağlamadan yatırıq. Qonşular bir-birinə belə çox isti olur, istər xeyir işlər, istər şər işlər. Və standart gündə belə qonşu yerində çay içir, söhbət edir saat. Biraz Bakıda bir evləndə bu yoxdur. Bəzən qonşular adamı salam vermir. Tanımırlar. Bir-birlərini tanımayanlar çoxdur. Məni televizordan tanıyıb salam verməklərini istisna haldır. Əlbəttə. Misal üçün, Gəncədə o istilik var, o istilik mənə yansıyıb, oturub ruhuma, sübüyümə, cismimə. Onun qarşılığını bəzən burada görməyəsən belə, amma istiqamlı insan olmaq, misal üçün, burada bizim bir sözümüz var, qadan alam. Əslində o söz sən Allah sevgi anlamındadır. Kimisə problemini özünə çəkmək anlamında deyil. Burada biraz adam yanlış başa düşürlər. Sən niyə yalvarsan? Yox, yalvarma, niyyətlə demirəm. Bizim istiqamlılığımızın göstərgəsi. Bizim, yəni Gəncə cəmiyyətində çox ora mənə verdiyi istiqanlıq olub, daha çox dəyərləri qorumaq olub. Bəzən burada bəzi cəmiyyətdə kütlə baxa bilər ki,
düşüncəli və ya köhnə düşüncəli adam kimi Siz baxa adət bilər. ənənələrlə yaşamırsınız da belə deyək. Hə də elə böyümüşəm. Bu keçmiş düşüncəni yaşamaq anlamına gəlmir. Müasirlik, qeyri-müasir deyil. Mən də müasir insanım, amma Bəzi səhərlər içərisində. bəzi dəyərlər qorunmalıdır. Bəli. Nə qədər qoruya bilsək, aydın məsələdir. Oynamaq istədiyiniz, amma hələ də canlandırmadığınız bir obraz var. Yəni mən bunu istəyirəm ki, bu obrazı canlandırım. Elmətdin Cəfərovun təqdimatında. Var, amma çox bahalı proyektdir. O 20 il arzumdur. Aha. 20 ildir də onu alındıra bilmirik. Çünki çox bahalı bir layihədir. İnşallah ki, bir gün Obrazı bölüşə bilərsiniz bizdən, yoxsa? Paulo Villaggio'nun canlandırdığı Senor Robinson Crusoe. Robinson Crusoe. Bəli. Onun Azərbaycan versiyası belə. Hə, çox arzulayıram və demirəm o səviyyədə ola bilər, amma ən azından nəsə eləyə bilər və bu çox maraqlı ola bilər. Bizdə komediya tarixini düşə biləcək bir film ola bilər. Biraz büdcə böyükdür. Hə, onun kiçillik biraz belə, onda çox cılız bir şey alınır. Eləyirsə yaxşısını eləyədi, belə deyək. Öyle. Ən azından normalını eləyək də. Yəni, həm də qıraqdan kimsə baxsa, həm də öz tamaşaçılarımız da zövqlüdür indi. Baxanda razı qalsınlar. Həm də bir komediya tariximizdə, film tarixində nəsə olar. İnşallah ki, ya mən yetişməmişəm, ya o maliyyə, bu zaten o maliyyə yoxdur. Amma elə bilirəm ki, bir gün olacaq və alındıracaq. Karyeranız müddətində sizin ən çox sevdiyiniz obraz, özünüzün oynadığı obraz hansıdır? Yəni mən bunda həm özümü tapıram və yaxud yəni bu mənə çox necə xoş oldu da bunu mən bu tanınmağımı buna görə borcluyam, bu obraza görə. Belə deyim, çox fərqlidir bunlar. Özümü tapdığım elə də yoxdur. Bəs xaricdə elə bir obraz şey deyim, Talih obrazını belə sevmişəm ki, 10 il o qədər o rolun içindəydim ki, motor deyilən kimi girirdim, öz-özünə talih olurdum. Ciddi deyirəm. Allah talih kimi düşünürdüm. 10 il müddətində insanın bir baxışı dəyişir, talih kimi belə, heç kəs mənə demir ki, bunu belə elə, yaxud talih kimi elə. Böyle bir talih olurdum bildiğin. Amma ən xoşuma gələn olub Qaragöz filmdəki Qara obrazı. O filmdə çətin idi. Bir də Qız Qalası filmindəki şaman rolu. Ən çətin rolum o idi. Hər fiziki, həm obraz olaraq. İndi arzulamazdım o filmə təzən çəkilmə obrazı canlandırım. Niyə? Çox ağır idi. Yəni 40-45 dərəcə istilikdə, temperaturda tulupda olmaq. Tulup bildinizdə çox qalın, paltodan da qalın. Bəli. Bu paltarda qaçmaq. Bütün film boyu hərəkətli olmaq, obrazımda hərəkətli idi və ürəyim yatırdı istidən. Harası 100 dərəcə bəlkə istilik var idi. Qaynayırdım, yəni tulub 45 dərəcə yayın istisi. Cəmaət o qışda yerində tərləyir, düşün. Bəzən Qız Qalasının içində çəkilişlərimizdə ümumiyyətlə hava yox idi orada. Bir də o pilləkənlə qalx düş. Bir də rejissor deyir, çox sakit olma. Çox sakit olsan, filmin hərəkətli obrazı mənəm. Çox da templi olma ki, şamandan da qırağa çıxmayaq. Klassik şaman deyilik, meditasiyada deyil. Amma həm meditasiya eləməsin, biraz templi olsun. Həm də çox abartılı templi olmasın ki, şaman xətt etməsin. O cizgi o qədər xırdadır ki, onu tapıb düzüb qoşmaq. İlk bir 10 gün çox əziyyət çəkdi, sonra yavaş-yavaş adapte oldum. Dəvətimizi qəbul edib gəldiyinizə görə çox sağ olun Elmətdin bəy. Mən də təşəkkür edirəm Musa bəy. Dəvətiniz üçün minnətdaram. Buradan bütün bölgələrə və həmçinin Gəncəyə qucaq dolusu salamlar. Sağ olun.